Nərmin xanım, keçmişin qorxuları bizim bu günümüzə necə təsir göstərir? Əslində bu suala mənə elə gəlir ki, hər kəs fərdi yanaşsa çox maraqlı olar da Aytən xanım. Çünki biz qorxulardan dırnaq arasında deyəcəm, doğru şəkildə istifadə edərək yol alsaq, bu bizim inkişafımıza xidmət edəcək. Qorxular bizim inkişafımıza yol göstərəcək. Bəli, inanın ki, belə bir şey mümkündür. Doğru yanaşma ilə doğru yol tapmaq həmişə mümkündür. Bunlar hamısı bizim o qorxunu necə tanımağımızdan, onu qəbul eləməyimizdən və qəbul elədiyimiz yolda necə o qorxu ilə işləməyimizdən asılıdır. Necə işləyək? Qorxunu doğru yolumuza necə çəkək? Ümumiyyətlə, istənilən bir məfhumla məşğul olmağın ən gözəl yolu birinci onu qəbul etməkdir. Bu qorxunu tanımaq, bilmək ki, misal üçün, mən hündürlükdən qorxuram. Nərmin olaraq mən bunu qəbul edirəm ki, mən hündürlükdən qorxuram. İngilislər demiş, it's okay. Heç problem yoxdur. Tamam, mən bunu həll etmək istəyirəm. İkinci sual, bəli, istəyirəm. Həyatımın müəyyən mərhələlərində bu mənə mane olur. Misal üçün, necə həll edə bilərəm? Əlbəttə ki, çox yaxşı olar mütəxəssislə çalışmaq. Çünki hər zaman bizi kənardan görən göz bizi daha şəffaf görür, daha professional, daha gözəl yönləndirə bilər. Özümüz də özümüzlə işləyə bilərik. Məsəl üçün, öz şəxsi belə təcrübəmdən sizdən paylaşım ki, hündürlük barədə yalan deyərəm. Ancaq ümumilikdə mənim öz belə deyim, metodikamda, öz təcrübəmdə mən qorxularımla işləməyin ən gözəl yolunu çəkindiyim, ancaq mənə gələcəkdə xidmət edəcəksə həmin qorxumun nəticəsində gördüyüm iş, daha doğrusu qorxumu düzəltməyin nəticəsində görəcəyim iş. Mən onun üzərinə gedirəm. Bəli. Misal üçün insanlar var ki, toplum qarşısında, auditoriya qarşısında çıxış eləməkdən çəkinir. Doğru. Rədd edilməyə qorxusu və yaxud nə vaxtsa kimsə ona deyim ki, sən yetərincə yaxşı deyilsən, nə bilim, çəkisi ilə bağlı və yaxud hər hansı bir ifadə şəkli ilə bağlı tənqid olunub. Nə etmək lazımdır? Birinci anlamaq lazımdır ki, mən onu eləsəm, bu addımı atsam, ən pis nə ola bilər? Ən gözəl sual budur. Ən pis biabır olacaq. A nöqtəsindən C nöqtəsinə gəlmək deyirəm mən bunu. Gördünüz, B nöqtəsi demədim hələ. Çünki B ortadakı prosesdir. Mən bunu belə görürəm. Bu mənim şəxsi mülahisələrim nəticəsidir.